Məqsədimiz bəllidir ki, aprel döyüşlərində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər döyüşlər olub. Bizim rayonumuzun oğulları da həmin döyüşlərdə iştirak edib. Hətta məktəbimizin məzunları da həmin döyüşlərdə iştirak edirlər. Amma bunların içərisində şəhid olanlar da vardır ki, bunlardan biri də Əncəli Teymur Prezident tərəfindən ordinə layiqdir. Böyük şücaət göstərir. Köksünü talan edibdim. Gel boyuna kurban ay vətən ol. Göyçən Zəngəzur nereden gedibdim. Gel boyuna kurban ay vətən ol. Göyçən Zəngəzur nereden gedibdim. Gel boyuna kurban ay vətən ol. Şuşa yaylasının sistem aldı. Ömrümün gözleri doldu. Topkana mişesi saçılıyor. Gel boyuna kurban ay vətən ol. Şuşa yaylasının sistem aldı. Sarı bülbülün gözleri doldu. Topkana mişesi saçılıyor. Gel boyuna kurban ay vətən ol. Gel boyuna kurban ay vətən ol. Deməli 17 il ərzində almışdır və əsas ən böyük mükafatlar hamısı böyük mükafatdır. Ən böyük mükafat birincisi igidliyə görə medal olmuşdur. Bu Pəncəli Teymur təkcə Azərbaycanın daxilində oxumağından əlavə Türkiyədə 5 ölkənin içərisində birinci yerə deməli layiq görülmüşdür. Orada gördüyünüz kimi kurs haqqında birinci kursu keçib sonra da məktəb bitirəndən sonra aviasiya, hava hədəfindən mühafizə qoşunlarını 5 ölkə içində birinci yerə layiq görülmüşdür. Bilmirəm necəyəm indi hardayam. Geceli gündüzü intizardayam. Məskənim Qarabağ yaman dardayam. Gel boyuna kurban ay vətən ol. Məskənim Qarabağ yaman dardayam. Gel boyuna kurban ay vətən ol. Şuşa yaylasının sistem aldı. Sarı bülbülün gözleri doldu. Topkana mişesi saçılıyor. Gel boyuna kurban ay vətən ol. Şuşa yaylasının sistem aldı. Sarı bülbülün gözleri doldu. Topkana
mişesi saçılıyor. Gel boyuna kurban ay vatan oğlum. 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 Şehitlik yolunu şerefle seçen, vətən xilasına qanla and içən, torpağı yolunda canından keçən, elin igid oğlu, igid pəncəli. Şehitlik yolunu şərəflə seçən, vətən xilasına qanla and içən, torpağı yolunda canından keçən, elin igid oğlu, igid pəncəli. Güzel Astaranın yenilmez dağı, öz canından əziz bildi torpağı, qanında yaşattı o Qarabağı, elin igid oğlu, igid pəncəli. Güzel Astaranın yenilmez dağı, öz canından əziz bildi torpağı, qanında yaşattı o Qarabağı, elin igid oğlu, igid pəncəli. Her zaman xalqım üçün və həlim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümü arzu eləmişəm ki, vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının şəhidi ay ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin. Şəhidim öz boyunda səsləndiyi arzusu. Allah rəhmət eləsin. Düşmənə qan edib, qan uddururdum, hər an öz işində oyaq dururdu. Əğyara qəsd edib zərbə vururdu, elin igid oğlu, igid pəncəli. Düşmənə qan edib, qan uddururdu, hər an öz işində oyaq dururdu. Əğyara qəsd edib zərbə vururdu, elin igid oğlu, igid pəncəli. Əzərüd kəndinin igid balası, onunla fəxr edir eli obası. Hələ də yolunu gözlər anası, elin igid oğlu, igid pəncəli. Əzərüd kəndinin igid balası, onunla fəxr edir eli obası. Hələ də yolunu gözlər anası, elin igid oğlu, igid pəncəli. Şahid oldu bütün dağ dere, düştü cesareti dilden dillere. Elin igid oğlu, igid pəncəli, 17 ilini verdi səngərə. Buna şahid oldu bütün dağ dere, düştü cesareti dilden dillere. Elin igid oğlu, igid pəncəli.
daşa olmusan vətən. Elin igid oğlu, igid pəncəli. Püskaya gələndə zarafat elədi. Dedi, anam, mən burada özümə bir ev tikərəm. Həmən bu yerdə. Zarafat elədi, dedi, qoyarsınız mən özüm üçün burada bir ev tikim. Dedim, oğlum, qurban da niyə olmaz ki, olar. Onun şəhid olduqdan sonra uşaqlarımı yağdım bir yerə. Dedim ki, bilirsiniz, onun arzusu idi burada özünə ev tikmək. O, ona qismət olmadı. Burada onun üçün heç olmasa bir muzey düzəldək. Qoy əbədi qalsın. Qəhrəmanlıq muzeyi. Əbədi qalsın. Azərbaycan gəncləri üçün bir nümunə olsun. Şəhidlik yolunu şərəflə seçən, vətən xilasına qanla and içən, torpağı yolunda canından keçən, elin igid oğlu, igid pəncəli. Şəhidlik yolunu şərəflə seçən, vətən xilasına qanla and içən, torpağı yolunda canından keçən, elin igid oğlu, igid pəncəli. Gözəl Astaranın yenilməz dağı, öz canından əziz bildi torpağı, qanında yaşatdı o Qarabağı. Elin igid oğlu, igid pəncəli. Gözəl Astaranın yenilməz dağı, öz canından əziz bildi torpağı, qanında yaşatdı o Qarabağı. Elin igid oğlu, igid pəncəli. Düşmənə qan edib, qan uddururdum, hər an öz işində oyaq dururdum, əğyara qəsd edib zərbə vururdu. Elin igid oğlu, igid pəncəli. Düşmənə qan edib, qan uddururdu, hər an öz işində oyaq dururdu, əğyara qəsd edib zərbə vururdu. Elin igid oğlu, igid pəncəli. Əzərüt kəndinin igid balası, onunla fəxr edir eli obası, hələ də yolunu gözlər anası. Elin igid oğlu, igid pəncəli. Əzərüt kəndinin igid balası, onunla fəxr edir eli obası, hələ də yolunu gözlər anası. Elin igid oğlu, igid pəncəli. Şahid oldu bütün dağ dərə, düşdü cəsarəti dildən dillərə. Elin igid oğlu, igid pəncəli.
Oğlum üçün qız nişanlamışdım. Oğluma dedim, oğlum gəl sizin toyunuzu eləyək. Oğlum mənə sual verdi, dedi, ana, mənim 32 yaşım var. 32 yaşda mən evlənsəm, mənim bir övladım olsa, mən o övlad üçün nə eləyə bilərəm ki, mən indi evlənsəm? O övlad üçün heç nə eləyə bilmərəm, mənim yaşım keçib. Sonra onu güc bəla ilə, yalvar yaxa ilə onu evləndirdik. Evlənmək istəyəndə, bizə hə cavabı verəndə, hə, evləndirin məni. Mən, həmən o gün mənim üçün inanın bir bayram kimi idi. Çünki o mənim ikinci oğlum idi. Onun ardınca gələn övladları evləndirmişdi. Ki, gəlin, Pəncəli evlənmək istəyir. Hə cavabı verdi. Gəlin, onun üçün bir müğənni gətirək. Onun toyunu çalsın, oxusun. Həmən o toyğu yadigar qalsın. Böyük oğlum qayıtdı mənə dedi, ana, sən niyə o sözləri deyirsən? Niyə elə deyirsən? Yadigar, niyə deyirsən, yadigar qalsın? Dedim, nə bilim oğlum, birdən dilimə gəldi. Əslində mən o sözü dedim, elə də oldu. Həmən o toy indi bütün, onun o sözləri bütün dünyaya yayılıb. Nəinki bir Azərbaycana, yox. Bütün Rusiyadan gələnlər gəlib onun qəbrini ziyarət edirlər, gəlirlər, buranı da ziyarət edirlər. Onun bütün Rusiya vətəndaşları da gəlirlər, deyirlər ki, siz o sözləri açın, qoy biz ona qulaq asaq, o qəhrəmanın sözlərinə qulaq asaq, bizim o qəhrəmanı çox-çox hörmətimiz var. Çox sağ ol ana, belə bir övlad yetişdirmisən. Halal olsun sənə. Çox sağ olun, Belə bir minnətdaram övlad sizə. yetişdirmisiniz. Minnətdaram sizə. O inanın, o uşaqlıq vaxtında da o dünyaya gəldi, dünyaya göz açdı. Boya başa çata-çata. O elə böyüyə, o inanın bu uşaqlar, bu kənd uşaqların arasında inanın bir qəhrəman kimi özünü aparardı. Hala balaca yaşında özünü bir qəhrəman kimi aparardı. Axırı da öz Şükür Allah'a. şükür Allaha, Şükür öz Allaha. dedikləri kimi necə özünə niyyət eləmişdisə, eləmişdi, arzusu necə o necə deyim, o Ürəyindən keçən sözlər. axşam çağı özünə necə arzuladı, mən necə şahid olum, vətənə, dövlətə necə qulluq edeyim, necə şahid olum, Allah onun o arzularını bu arzularına onu çatdırdı. O söz var, niyyətin hara, mənzilin ora. Pəncəli Teymurovun niyyəti qəhrəmanlıq olub, şəhidlik zirvəsi olub, arzusuna da çatıb. Biz sizin qarşınızda baş əyirik, bir ana kimi. Siz, yəni bayaqdan anamız danışır, onun sözlərində o qədər böyüklük və o qədər dərin hikmət var. Yəni belə deyə bilərəm ki, bu belə bir qəhrəmanımızın anası elə belə olmalıdır. Yəni şək şübhə yarana bilməz. Deməli ki, qəhrəmanları bu torpaq yetişdirir, bu ailə yetişdirib. Biz sizə dərin təşəkkürümüzü bildiririk. Sizin çox böyük ürəyiniz var. Allah şəhidimizə rəhmət eləsin. Onlar hamısı cənnətdədirlər. Nur içində yatsın. Sağ olun bacım, çox sağ olun, minnətdaram sizə. Sağ olun. O sağlığında o öz hər sözünü mənə demişdi. Siz inanın, onun mənə dedikləri sözlər mənim yadıma düşdü. Onun eşitdim, o şahid olub, düzdür. 9 gün, 11 gün biz elə bir yas içində idik, deyirdilər ki, şahid olur. Azərbaycan hərbiçiləri şahid olub, biz elə ağlayırdıq burada, yas içində idik. Ancaq inanmırdım Pəncəli şahid olar, inanmırdım buna. Buna inanmırdım. O öz sağlığında gəlib, bir dəfə evə gəldim, mənlə belə axır vaxtlarda mənlə oturub söhbət elədi. Dedi, ana, şəhidi ata-ananın yurduna aparanda atası, anası, bacısı, qardaşı durub o hərbiçilərə pis sözlər, nə bilim, şuğulluq eləyirlər, pis sözlər deyirlər, qışqırırlar. Ana, bilirsiniz nə var? O lazımsız hərəkətdir. Orada hərbiçilərin təqsiri heç nə yoxdur.
Onlardan təqsir yoxdur. Elə eləmək lazım deyil. Elə işlərə pis baxırlar. Siz inanın, onun şəhid olduğunu eşitdim. Onun tabutu bu həyata gələ-gələ, onun o sözləri mənim yadıma düşəndə, siz inanın, bütün Azərbaycandan nə qədər burada adam yığışmışdı. Bəlkə hamı ağlayırdı, ancaq mən də ağlayırdım. Siz inanın, mən səs çıxarda bilmədim, heç nə deyə bilmədim. İnanın, elə bildim ki, o oradan dinib deyər, ana, mən sənə nə demişdim, məni niyə rüsva eləyirsən? Ona görə mən heç nə deyə bilmədim. Lav kimi bir ağladım, daha heç nə deyə bilmədim. Deyirəm də, siz də onun qədər qəhrəmansınız, siz də onun qədər böyüksünüz. Çox sağ olun. Gəlmirsiniz. Bilirsiniz necədir? Deyiləsi söz yoxdur. Bunun üçün söz tapılmır. Ən son sözü Ən dəyərli söz elə şəhid sözüdür. Yəni insan göz görə-görə, bilə-bilə ki, mən ölümə gedirəm. Kim üçün? Vətən üçün, xalqın üçün, bacın üçün, anan üçün. Ondan böyük bir yüksəklik görmürəm mən həyatda. Onsuz insan bir gün doğulur, bir gün ölür. Amma onu heç kim, hər kəs bu işi qəbul edə bilmir ki, mən gedirəm döyüşə, bir də biz fəxr edirik Pəncəli Teymurovla. Nəyə görə? O, qələbə döyüşündə şəhid olub. Yəni ki, yüksəklik uğrunda, yəni aprel döyüşlərinin şəhididir. Dünən çəkiliş gəlmişdi bura. Bu 3 ildə biz onu toy kasetinə baxmamışdıq. Bu gecə bu toy kaseti qoymuşuq. Axşamdan səhərə kimi yuxturub buna baxmışıq. Orada bir söz deyir Manaf'a, deyir, Manaf, Qarabağ haqqında Manaf oxuyurdu. Onu çəkməyiblər, onun səsini eşitdim. Gördüm deyir ki, bilirsiniz nə var? Mən Qarabağ üçün son damla qanıma qədər vuruşarım. 17 ilini verdi səngərə, buna şahid oldu bütün dağ dərə. Düşdü cəsarəti dildən dillərə, elin igid oğlu, igid Pəncəli. Ölmür, o həmişə yaşayıb yaşayacaq da. Biz onunla fəxr edirik. Qəhrəmanlıq. Qəşəngdir, onu deyilibsiz, yəni şəhidlər heç vaxt siz onu böyütmədiniz tək özünüz üçün. Siz onu böyütdünüz. Xalq üçün, vətən üçün, dövlətimiz üçün. Hamı qürur duyur sən tək igidlə, bu əldə obada nər oğlu nər sən. Özün başdan başa olmusan vətən, elin igid oğlu, igid Pəncəli. Hamı qürur duyur sən tək igidlə, bu əldə obada nər oğlu nər sən. Özün başdan başa olmusan vətən, elin igid oğlu, igid Pəncəli.